Salam və bugünkü təhlilimizə xoş gəlmisiniz. Bilirsiniz, süni intellekt, iş yerləri, bu söhbətlərdə universal əsas gəlir, yəni UEG, tez-tez adı çəkilən bir həll yoludur. Bəli, hətta Hinton, Musk kimi böyük adlarda deyir ki, bu bəlkə də qaçılmazdır. Düzdür, amma Hintonun bir xəbərdarlığı da var idi axı, səhv etmirəmsə. Deyirdi ki, əgər Sinin yaratdığı o böyük sərvət ədalətli bölünməsə, Elədir. Cəmiyyət üçün çox ciddi nəticələri ola bilər. Bərabərsizlik daha da dərinləşə bilər. Bayla, bugün biz də sizinlə təqdim etdiyiniz mənbələrə, müsahibələrə, təhlillərə baxacağıq, amma biraz fərqli prizmadan. Gəlin UEG-nin o qədər də danışılmayan tərəflərinə, potensial təhlükələrinə, risklərinə fokuslanaq. Yəni, ilk baxışda cəlbedici görünən bu ideyanın altındakı gizli məqamlar nələrdir? Çox yaxşı yanaşmadır. Başlayaq, UEG-nin əsas vədi əlbəttə ki aydındır. Bir növ iqtisadi təhlükəsizlik yastığı yaratmaq. Bəli, Sam Altman kimi texnologiya liderləri, hətta keçmiş əmək katibi kimi siyasətçilər də deyir ki, bu vacibdir. Çünki CIA təkcə fiziki yox, intellektual işləri də görür artıq. Düzdür, bu yastıq fikri səslənir yaxşı. Amma Hinton, Kayfuli kimi mütəxəssislər soruşur. Bu, əsl problemi həll edirmi? Yoxsa sadəcə, necə deyim, ağrını kəsir? Yəni, pul verməklə məsələ bitirmi? Qətiyyən. İş təkcə pul qazanmaq deyil axı. İş bizə bir məna verir, məqsəd hissi verir, özümüzə hörmət etməyimizə kömək edir. Hinton deyir ki, OEG kirayə pulunu ödəyər, amma o mənəvi boşluğu doldurmaz. Hətta Kayfuli deyəsən daha pessimistdir bu barədə. Bəli, o hətta deyir ki, bəlkə də gələcəkdə insanları sadəcə məşğul saxlamaq üçün peşə bərpaçıları kimi süni rollar ya da tamamilə mənasız, saxta işlər yaradılacaq. Bu Altmanın da dediyi işin qeyri-maddi tərəfləri ilə üst-üstə düşür deyəsən. Yaxşı, bəs iqtisadi tərəfi? Pulu verdik, insanlar xərclədi, iqtisadiyyat canlandı. Kənardan belə görünür. Amma inflyasiya riski. Bu barədə nə deyilir? Əlbəttə, bu ən böyük narahatlıqlardan biridir. Birdən-birə tələb artsa, ya da bəzi insanlar onsuz da pul gəlir deyib, daha az işləsə, əmək təklifi azalsa, qiymətlər qalxa bilər. Və maliyyələşmə məsələsi. Bu pul hardan gələcək? Dəqiq. Əgər sadəcə pul çap eləməklə olsa, yadınızdadır Covid stimul çekləri, oxşar effekt ola bilər, yəni valyuta dəyərdən düşə bilər. Bir də o robo vergi ideyası var. Hə, avtomatlaşdırmadan vergi tutmaq. Bəli, nəzəri cəhətdən maraqlıdır, amma praktikada işləyərmi? Böyük şirkətlərin vergidən yayınma mexanizmləri bilirsiniz də. Bu çox böyük sualdır. İqtisadi qeyri-sabitliyi aydındır, amma məni daha çox sizin mənbələrdə qeyd olunan o nəzarət məsələsi düşündürür. OEG-nin necə veriləcəyi, mərkəzi bank rəqəmsal valyutaları, proqramlaşdırıla bilən pullar. Bu, biraz qorxulu səslənir. Bəli. Baxdı AGRB, çiftçi kimi mənbələr məhz buna toxunur. Təsəvvür edin, hökumət sizə verilən OEG pulunun nə vaxt, harada, nəyə xərcləyə biləcəyinizi təyin edir. Yəni, məsələn, deyə bilər ki, bu pulu ancaq müəyyən mağazalarda xərclə ya da müəyyən müddətə bitir. Tamamilə mümkündür. Hətta vəsaitlərin müəyyən vaxtdan sonra yanması, yəni etibarsız olmaması kimi ssenarilər də var. Kurtovmu xatırladır ki, İsveçrədə insanlar niyə OEG-yə yox dedi. Çünki qorxdular ki, bu boynumuza kəndir keçirməkdir. Çiftçi də deyəsən bunu rəqəmsal şəxsiyyət, biometrik çiplərlə əlaqələndirir. Deyir ki, bu tilovun ucundakı yemdir. Yəni, əvvəlcə cəlbedici görünür, amma son nəticədə fərdi azadlıqların itirilməsinə gətirib çıxara bilər. Deməli, təkcə pul, məna yox, bir də ciddi nəzarət və azadlıq məsələsi var ortada. Bu bəs sosial bərabərsizlik mövzusuna necə təsir edir? Hintonun xəbərdarlığına qayıtsaq. Çox yerində sualdır. CIA onsuz da sərvəti müəyyən texnologiya nəhənglərinin əlində cəmləşdirir. Deyək ki, nəzəri olaraq bu qazanclardan vergi alıb UEG-ni maliyyələşdirdik. Amma vergidən yayınma problemi var. Düzdür. Və əgər verilən UEG məbləği yaşamaq üçün yetərli olmasa, ya da sistem pis qurulsa, varlılarla kasıblar arasındakı fərq daha da arta bilər. Yəni, hökumət minimumu verib qalanını boşlaya bilər. Bu risk var, bəli. İnsanların əsas ehtiyacları qarşılanmaya bilər. Və əgər insanlar həqiqətən də CIA ilə rəqabət apara bilməsə, o zaman sosial mobillik, yəni insanın öz səyi ilə yuxarı qalxması anlayışı
bu ümumiyyətlə mənasını itirə bilər. Düzdür, Jack Clock qeyd edir ki, pilot layihələrdə kütləvi tənbəllik olmayıb, iş saatları çox azalıb, amma yenə də uzun müddətli narahatlıqlar qalır. Elədir. Yaxşı, bəs alternativlər? Reid Hoffman'ın şərtli baza gəliri, ŞBG təklifi var idi. Deyəsən o nədir? ŞBG-nin ideyası odur ki, pulu almaq üçün müəyyən şərtlər olsun. Məsələn, icma fəaliyyətində iştirak etmək kimi. Yəni, şərtsiz deyil. Bəli, məqsəd odur ki, insanlar cəmiyyətlə bağlı qalsın, sosial əlaqələri qorusun. Amma bu da özlüyündə suallar yaradır. Hansı fəaliyyət? Kim qərar verəcək? Kim nəzarət edəcək? Yəni, bu da tam problemsiz deyil. Aydındır. Deməli, yekunlaşdırsaq, OEG ilk baxışda C-nin yaratdığı işsizliyə bir cavab kimi çox məntiqli görünsə də, Amma daha dərindən baxanda, bəli, sizin təhlil etdiyimiz mənbələr göstərir ki, çox ciddi potensial risklər var. Məna etkisi, iqtisadi qeyri-sabitlik, inflyasiya, maliyyələşdirmə problemi, rəqəmsal nəzarət təhlükəsi, bərabərsizliyin dərinləşməsi, hökumətin qeyri-adekvatlığı. tamamilə. O, vəd edilən təhlükəsizlik yastığı əslində çox mürəkkəb, hətta, necə deyim, təhlükəli bir mexanizmə çevrilə bilər. Və bu da bizi son bir üzərində düşünməyə dəyər suala gətirir. Siz də düşünün. Təsəvvür edin ki, C həqiqətən də işlərin çoxunu aldı əlimizdən. UEG də tətbiq edildi. Amma bəlkə də Çiftçi və Kurtoğlu'nun dediyi kimi ciddi rəqəmsal nəzarətlə birlikdə. Və eyni zamanda Hinton'la Lee'nin dediyi o məna, məqsəd ehtiyacı, o da qarşılanmadı. Belə bir gələcəkdə azadlıq bizim üçün nə demək olacaq? Biz sadəcə iqtisadi çətinliyi başqa cür, bəlkə də daha çox məhdudlaşdıran bir asılılıqla əvəz etmiş olmuruq ki, bu həqiqətən düşündürücüdür.